Salam əziz tələbələr, əziz abituriyentlər, əziz müəllimlər. Bugünkü videomuz informatikanın tam sıfırdan öyrənilməsi haqqında olacaqdır. Gördüyünüz PDF də hamıya tanış olar. Subhan Musayevə məxsusdur. Müxtəlif PDF-lərdən də istifadə edəcəm qarşıda inşallah. İlk başlanğıc üçün Subhan Musayevi sizə məsləhət görürəm. Tam sıfırdan başlayırıq inşallah. Adım da Tacir Hüseynovdur. Kanalımdakılar tanıyır, başqaları da tanımırsa dedim. İndi isə gəlin vaxt itirmədən başlayaq. İnformatika və informasiyanın prosesləridir. İnformatika nədir? İnformatika informasiyanın həm xassələrini, həm proseslərini, həm də emalını öyrənən bir elm sahəsidir. Qarşıda informatikanın, yəni informasiyanın xassələrini də, proseslərini də, emalının da nə olduğunu sizinlə bərabər öyrənəcəyik. Hissə-hissə, ardıcıllıqla PDF də üzərindən gedirəm. Hər şey var. Sadəcə xırdalıqlarında bəzilərində deyərəm sizə inşallah. Görək nədir? Deməli, yazılıb ki, ilk başda informatika termini informasiyanın və avtomatika sözlərinin birləşməsindən əmələ gəlmişdir. İnformasiya və avtomatika iki sözün birləşməsindən əmələ gəlmişdir. İnformatika termini ilk dəfə Alman alimi Karl Steinbuch tərəfindən işlənmişdir. Bu PDF-də yoxdur. Onu özümdən dedim. O Dövlət İmtahan Mərkəzinin qayda kitabında vardır. Sadəcə bu videoda da olmağını istədim. Və 1960-cı ildə bax burada qeyd olunub. Bax burada qeyd olunub. 1960-cı ildə fransızlar tərəfindən elmə daxil edilmişdir. Hətta informasiyanın tarixi təkcə bu bizim yaşadığımız mühitdə deyil. Yəni əvvəllərdə, keçmişdə də çox-çox əvvəllərdə də belə insanlar bir-biri ilə informasiya mübadiləsini apara bilirdilər. Sadəcə bizim kimi deyil də. Onlar hələ dilləri danışmağa formalaşmamışdı. Yəni danışa bilmirdilər də, işarə edirdilər bir-birləri ilə. Yəni amma bir-birini yenə başa sala bilirdilər. Öz dillərində sanki danışırdılar. Necə ki uşaqlar bir-biri ilə öz dillərində danışa bilir, keçmişdə də elə idi. Ümid edirəm ki, buranı başa düşdük. Sonra informasiyanın inqilabları gəlir. Yəni hissə-hissə informasiyanın da nə olduğunu deyəcəyəm. Aşağıda informasiyanın inqilablarına baxaq. Xüsusi tərifdir, verilmişdir və hansılardır aşağıda göstərilmişdir. Oxuyuram. İnformasiyanın emalı ilə bağlı yeni üsul və vasitələrin yaranması nəticəsində mümkün olan irəliləyişlər informasiya inqilabları adlanır. Nə adlanır? İnformasiya inqilabları. Möhtərizədə də yazılıb ki, bəzən isə informasiya sıçrayışları da adlanır. Yazının yaranması vardır. Kitab çapının kəşfi vardır. Elektriki meydana gəlməsi vardır. Nəhayətdə dördüncüsü nədir? Mikroprosesor texnologiyaları və fərdi kompüterlərin yayılması vardır. Burasını da başa düşdük. İndi isə gəlin aşağıda görən yazılıb insan tərəfindən informasiyanın qəbul edilmə növləri. İndi gəlin informasiyaya buradan sonra təriflər. İnformasiya nədir? Bax, elə danışa-danışa hal-hazırda mən sizə bir növ informasiya verirəm. Bu sizin üçün məlumat olur. Yeni bir məlumat olur. Yəni bəziləri üçün yeni olmur, amma bəziləri üçün yeni olur. Yəni bilənlər üçün bir növ informasiya sayılmır da. Yəni təkrarlanır axı çünki bu. Sənin üçün informasiya olmur. Qarşıda da bunlara xırda-xırda təriflər verəcəm. İnformasiya nədir? Xəbər, məlumat, ifadə, izah, fakt deməkdir. Bu oldu nə? İnformasiya. İndi informasiyanın da növləri gəldi hal-hazırda PDF-də. İnformasiyanın növləri çoxdur. Necə yəni çoxdur? Məsəl üçün Dövlət İmtahan Mərkəzinin kitabında yazılmışdı ki, informasiyanın növlərinin sayı 5 dənə vardı, cavabda da 5 dənə götürülmüşdü. Sadəcə informasiyanın konkret sual necə deyim, səhv tutmaq olmasın, yəni düz deyil. İnformasiyanın qəbul edilmə növləri var. 5 dənədir. Hansılardır? Gözdür, qulaqdır, dəridir, burundur, dildir. Axı başqa növlər də vardır, verilmə üsulları da vardır informasiyanın. Verilmə üsullarında növləri vardır axı. Yəni burada biraz qarşılıqlı olur. Amma sual şərtində desəydi ki, insan tərəfindən qəbul edilən olsaydı növləri, onda
Düzdür və 5 dənə də gözdür, qulaqdır, dərindir, burundur, dildir. Aha. Davam eləyək. Göz nədir? Vizualdır. İnsan hər hansısa hadisə var, iki şəxs arasında, məsəl üçün mübahisə olur. Bu insan həmən mübahisəni gözü ilə sanki görür. Və yaxud da orada səsli bir belə desəm, üzr istəyirəm, mübahisə gedir. Səsli. Onu nə ilə duyur? Qulağı ilə, səs, audiolla. Məsəl üçün ki, isti bir qızmar, bir suya əlimizi toxundururuq. Ondan nə alırıq? İstilik alırıq da. Bir növ adı da dəri, taktil gedir. İstilik alırıq. Sonra gəlir, məsəl üçün yemək yeyirik. Yeməkdən dadını necə ala bilirsən? Dil vasitəsilə. Burun da qoxudur, yeməyin qoxusunu iyi bir növ burun vasitəsilə alırsan. Ən çoxun, bildik ki, tamımız 100%-dir. 100%-in burada ən çoxu 90%-in göz təşkil edir. Bax, burada qeyd olunmuşdur. 9%-i qeyd olunmayıb, yazaq. 9%-in nə təşkil edir? Audial qulaq, qalan dəridir, burundur, qoxudur. Cəm hamısı bir yerdə 3-ü 1%-in təşkil eləyir. 1%, 10, o da 90, 100%-i cəm tamamlandı. Bura qədər ümid edirəm ki, çətinlik yoxdur. Bilirsiniz, üzərindən sadəcə gedirik. İnformasiya mübadiləsi nədir? İki şəxs arasında, məsəl üçün, dialoq var, söhbət gedir. Bax, mən informasiyanı danışıram hal-hazırda. Siz nə edirsiniz? Dinləyirsiniz. İnformasiya mənbəyi oluram mən. İnformasiyanı qəbul edən olursunuz siz. Və informasiyanı ötürmək üçün rabitə kanalından istifadə edirik. Suallarda da deyir ki, rabitə kanalından məsələn misal ola bilər. Buna misal olaraq götürürsünüz nəyi? Nitqi. Yəni, səs siqnalları vasitəsilə sizə ötürülür. Başa düşdünüz? Yəni, burada nələr iştirak edir? İnformasiya mənbəyi olmalıdır. Rabitə kanalı olmalıdır informasiya mübadiləsi üçün. Bir də informasiyanı nə olmalıdır? Qəbul edən olmalıdır. Və bu informasiyanı qarşı tərəfə ötürmək üçün nədən istifadə edirsən? Səs siqnallarından rabitə kanalından istifadə edirsən. Burası da aydındır. Mənim də izahımdan bir şey başa düşməsəz, Subhan Musayevin YouTube-da izahları çox gözəl şəkildə verilmişdir. Sonra yazılıb ki, informatika elminin tərkib hissələri. İnformatika elminin nəyinin tərkib hissələri? 1. Hardware, 2. Software, 3. Brainware. Hardware nədir? Texniki aparat təminatıdır. Yəni, texniki aparat təminatı nədirsə, yəni kompüterin qurğularından bir növ bəhs edən informatikanın elmidir. Bəs ikincisi nədir? Software. Bu, proqram təminatıdır. Proqramlardan bəhs edir. Məsəl üçün, Word proqramı. Dilimizdə əzbər olan Excel proqramı, məsələn. Aha. Sonra Brainware nədir? Alqoritm təminatıdır. Alqoritmləşdirmə proqramlaşdırmanın özündə əks elətdirir. Sonra keçək nəyə? İnformatikanın elmi istiqamətləri. Bax, bu da önəmlidir. İndi baxaq buna. 1. Nəzəri informatikadır. İnformasiya nəzəriyyəsi, kodlaşdırma kimi təməl anlayışlar daxildir bura. Hesablama texnikası, kompüterlər, kompüter şəbəkələri və onların quruluşu, alqoritmləşdirmə, proqramlaşdırma, tətbiqi informatika, süni intellekt. Bunları əzbərləyin. İnformatika elminin istiqamətləridir. Sonra informatikada verilən informasiya və bilik var. Bu informatikada xronoloji ardıcıllıqlar da gedir. Nə gedir? Xronoloji ardıcıllıqlar gedir. İnformatikada faktdır, məlumatdır, xəbər, bunlar terminləri verilən sözü ilə bəzən eyni istifadə olunur. Bəzən informatikada faktdır, məlumat, xəbər terminləri çox vaxt verilənlər sözü ilə nə olur? Eyni ifadə olunur. İndi onu da izah edəcəm. Verilən nədir? Bax, verilən yaddaşda olan hər şey. Nə ya? Yəni yaddaşda olan nədir? Kompüterin olsun, planşetin olsun, nə bilim, bir növ onun yaddaşında olan hər bir şey. Bu nə olur? Verilən adlanır. Deyirlər ki, verilənin mənası yoxdur. Amma verilənin mənası var. Bunu orta məktəbdə keçirlər ki, verilənin mənası yoxdur və ya başa düşülmür. Ola bilsin ki, ilk başlayan üçün verilənin mənası olmaz, amma verilənin mənası var. Orta məktəbdə deyirlər ki, verilən nə vaxt
sənin üçün önəmli olur, sən ondan maraqlananda. Bəli, amma verilənin mənası yoxdur demək düzgün deyil. Verilənin mənası var. Sonra informasiya nədir? İstifadəçinin başa düşdükləri. Bayaq dediyimiz kimi bilik nədir? Dərk olunma vasitəsilə əldə edirlər. Həm də yadda saxlayaq ki, informasiya özü də bir veriləndir. Niyə? Çünki bax, qarşısında yazılıb burada. İnformasiya istifadəçinin başa düşdükləridir. Qarşısında yazılıb. Hal-hazırda hava bu qədərdir. Bu axı kompüterin yaddaşındadır. Ona görə yaddaşındasa, həm də verilən sayılır. Bax, ona görə. Aha, bu da belə. Verilən termini latınca datum, fakt sözündən yaranmışdır. Bilik də dərk edilmiş informasiyaya deyilir. İlk dedik ki, verilən. Verilən nədir? Verilən nə dedi? Yaddaşda olan hər şeydir. Bu verilənin də özünün növləri vardır. Gəlin verilənin növlərini buradan qeyd edək. Görək burada verilənin növü yoxsa buradan şifahi olaraq deyək. Bax, verilənin növləri hansıdır? 1. Hesabı. 2. Mətni. 3. Məntiqi. Aha, İndi başlayaq. Hesabı nədir? Hesabı rəqəm tipində ifadə olunan verilənin növüdür. Məsələn, 1, 2, mətni, məsəl üçün kitab. Bu sözlə ifadə olundu. Bu nə oldu? Verilənin mətn tipində olandır. Bəs məntiqi nədir? Məntiqi bildiyimiz true və false şəklində. True və false şəklində. İfadə olunur. True nədir? True müsbət mənanı verir. Yəni 1. Bəzən də onu 1 ilə göstərirlər. False yalan, mənfi məna, bəzən də 0 ilə göstərirlər. Aha, burada ümid edirəm ki, çətinlik qalmadı. İndi gələk nə? İnformasiyanı almaq, almamaq. Buna ehtiyac yoxdur. Sonra gəlir informasiyanın prosesləri. İnformasiyanın bir toplanması var, informasiyanın saxlanması, informasiyanın ötürülməsi, informasiyanın toplanması, saxlanması, ötürülməsi emalı. Məsələn, müəllim deyir ki, 20 yanvarla bağlı, sabah 20 yanvardır, get məlumat topla, sabah çıxış eləməlisən. Sən də gedirsən, hər hansı YouTube-dan olsun, Google-dan olsun, məsələn, Google götürək, Google-dan başlayırsan axtarmağa, 20 yanvar yazıb başlayırsan axtarmağa. Oradan məlumatları başlayırsan nə etməyə? Yığmağa, bir növ toplamağa. Bu olur informasiyanın toplanması və qəbul olur. Sonra həmən topladığın informasiyanı başlayırsan saxlamağa. Yaddaş qurğularında bir növ saxla. Harda istəsən saxlaya bilərsən, götürüb yaza da bilərsən. Dəftərə də yaza bilərsən. Amma belə kompüterdə yaddaş qurğusuna saxlayırsan. Sonra istəyirsən ki, bunu dostlarınla paylaşasan. Götürürsən, informasiyanı ötürürsən. WhatsApp-la da ötürə bilərsən. Telegram-la da ötürə bilərsən. E-mail-la da ötürə bilərsən. Yəni bunun bir fərqi yoxdur. Bu olur informasiyanın ötürülməsi. İnformasiyanın emalı informasiyanın məzmununu və təqdim olunan formasının dəyişməsidir. Məsələn, bir asan üsul deyək. Məsələn, mətin Azərbaycan dilindədir. Qısa üsul deyirəm. Çevirirsən bunu rus dilinə. Bu formasının dəyişi də Azərbaycan dilində idi, rus dilinə çevrildi mətin. Oldu nə? Emal prosesi. Emal prosesində prosesor özü həyata keçirir. Bunu da deyim. Aidiyyat olmasa da bura, amma dedim. Sonra informasiyanın emal edilmə növləri vardır. Yeni informasiyanın yaradılması, kodlaşdırma, informasiyanın axtarışı, çeşidləmə. İndi gəlin başlayaq bunlara da izah verməyə. Yeni informasiyanın yaradılması, yeni nəticələrin əldə olunması deməkdir. İnformasiyanı emal edirsən də sanki. Məsələn, Google-da yazdıq, məsələn, bir 10 səhifəlik
Orada 20 yanvarla bağlı məlumat var. Amma sən belə desək də, oradan 10 səhifəlik deyil, 5 səhifəsini özü üçün götürürsən. O da bir yeni informasiyanın yaradılması oldu da, yeni nəticələr əldə etdin. Sənə lazım olan hissələri götürdün, 10 səhifəlik idi həmən mətn, özün üçün 5 səhifəsini, oradan 5 səhifəlik düzəltdin də sanki, yeni informasiya yaratdın. Sonra kodlaşdırma nədir? Tərcümə etməkdir, bayaq da dediyim ki. Bu da yəni informasiyanın emalı da, emal prosesidir bunlar hamısı. İngilis dilində də çevirsən rus dilinə, rus dilində də Azərbaycanda bu kodlaşdırma olur. Kriptoqrafiya da deyirlər. İnformasiyanın axtarışı nədir? Məlumatların daxilində nə isə axtarırsan. Mətn içərisindən hər hansısa bir sözdür, onun tərcüməsini axtarırsan məsələn. Çeşidləmə nədir? Artma, azalmadır bir növ. Əlifba sırasına görə, qanuna uyğunluğa görə düzürsən. Bu da informasiyanın emal edilmə növləri oldu. Asandır. Giriş və çıxış informasiya nədir? Emaldan əvvəlki informasiya giriş informasiya olur. Məsəl üçün bayaq dediyim kimi. Məsəl üçün 10 səhifəlik idi. Bu sənin üçün bir giriş informasiya idi. Onu 5 səhifəlik elədin. Bu oldu çıxış informasiya bir növ. Sonra informasiya subyektiv tərəfinə aparılır. Burası asandır. Sonra gəlir informasiyanın xassələri. Bayaq dedik, informatika informasiyanın xassələrini və proseslərini, emalını öyrənən elm sahəsidir. Bəs informasiyanın xassələri nədir? Tamlıq xassəsi var, etibarlıq, aktuallıq, obyektivlik, anlaşıqlıq, adekvatlıq, əlçatanlıq, emosionallıq çoxdur. Əsas bizə lazım olanlar hələ ki, tamlıq, etibarlıq, aktuallıq, obyektivlik, anlaşıqlıqdır. Tamlıq xassəsi nədir? Məsələn, mən burada danışıram bir növ. Onu qarşı tərəf məndən yaxşı bilər də necə sizə izah edə bilirəm. Anlaşılır şəkildə demirəm, tam şəkildə. Bu olur informasiyanın tam xassəsi, yəni tamlıq xassəsi. Yəni qarşı tərəfə fikrimi tam çatdıra bilirəmsə, dolğun şəkildə, bu olur tam. Yəni informasiyanın nə olur? Tamlıq xassəsi olur. Hər tərəfli dolğun, tam məlumat toplanmış informasiyanın miqdarı ilə təyin edilir. Sonra etibarlı xassəsi gəlir, dəqiqlik, deməli, təhrif olunmamış bir neçə mənbələrdən dəqiqləşdirilmiş. Bu etibarlı xassəsinin tərifidir. Sonra aktuallıq gəlir, müasir dövrlə əlaqələşən günümüzün tələblərinə uyğun olur. Sonra obyektivlik, şəxsi fikirlərin təsirinə məruz qalmayan, mənbənin xassələrindən asılı olmayan informasiya obyektivdir. Obyektiv var, subyektiv var, bunlar qarışdırılır. Obyektiv nədir? Tək mənim fikrimdən elə bir asılı olmur da. Belə. Sonra anlaşıqlıq, aydınlıq, başa düşülən informasiya, adekvatlıq və yaxud da faydalılıq, əlçatanlıq da izahlar verilmişdir. Mən üzərindən sürətlə keçirəm, çalışıram ki, bir sınaq izahı verəm. Mövzular asandır, ilk girişdir çünki. İnformasiyanın formaları vardır. Analoq var, analoq informasiya, bir də rəqəmsal informasiya var. Hal-hazırda analoq. Bax, analoq nədir? İnsan tərəfindən başa düşülən. Məsələn, mənimlə qarşı tərəfdə olan şəxsin arasında olan informasiya forması analoq olur. Analoq kəsilməzdir. Rəqəmsal isə kompüter tərəfindən başa düşülən 0 və 1-lər şəklində kodlaşdırılır. Bu, desələr ki, kompüterin başa düşdüyü informasiya deyirsən ki, üzr istəyirəm, rəqəmsal olur, diskret olur, insan tərəfindən aparılan informasiyanın forması hansıdır? Analoq olur. Sonra informasiya mübadiləsi. İnformasiya mübadiləsi zamanı ardıcıllıqlar var. İnformasiya mənbəyi olmalıdır. Kodlaşdırıcı, rabitə kanalı, dekodlaşdırıcı, informasiya qəbul edicisi olmalıdır. Sürətlə üzərindən keçirəm. İlk video olduğuna görə edirəm. Bir daha da bunun izahını sürətli şəkildə verəcəm. Sonra DAC var, ADC var. Bu nədir? DAC Digital to Analog Converter, yəni rəqəmsal analoq çevirici. Sonra ADC nədir? Analoq rəqəmsal çevirici. Burada da şəkildə göstərilmişdir. İnsan danışır, mikrofondan yazılır, kompüterə gedir. Bu olur
insanın səsini kompüterə əgər yazırsansa, bu analoq rəqəmsal olur. Kompüterdən əgər onun kolonkasından çıxan səs olursa, olur rəqəmsal analoq çevirici. Sonra informasiyanın təqdim edilmə formaları vardır. Mətn, ədədi, qrafik, səs, video. Mətn informasiyası mətn şəklində ifadə olunur, ədədi ədədlə ifadə olunur, qrafiki çertyojlar, sxemlərdir, səs informasiyası bildiyi səs şəklindədir, videoda video görüntülər şəklində nə olur, göstərilir. Bu da informasiyanın təqdim olunma formasıdır. Gəldik sona çatdıq. Ümid edirəm ki, asandır. Bizim bu cür elə bil təkcə yəni bu PDF deyil. Qayda PDF-lərin izahını istəyirsinizsə, burada nömrəni qeyd edeyim. Sonda yazarsınız. Mən sizə o PDF-ləri yönləndirərəm. Qayda PDF-ləri. Yəni bunların PDF-ləri əslində paylaşılmır. Bunların, yəni bu cür PDF-lər. Çünki bu müəllifin özünə məxsusdur. Amma sadəcə digər əlyazma qaydaları vardır, özümüzə məxsusdur. Sizinlə paylaşaraq təbii ki. Sonda bir nömrəni qeyd edeyim. İnşallah yazarsınız. Mən də sizə yönləndirərəm. 051 346 25 36. Aha, bu nömrəyə yazarsınız. Sim nömrədir. 051-dən başlayır. Aha, yəni digər müəllimlər kimi, yəni bunun 070 hissəsi yoxdur. Yalnız sim nömrədir. Bunun sim olan hissəsinə nar olan nömrəyə yazmayın. Aha, bu nömrəyə yazarsınız. Mən sizə qayda PDF-ləri göndərərəm. Ümid edirəm ki, burada heç nə qalmadı. Qarşıda da informasiyanın ölçü vahidləri, hissə-hissə keçərik, sonra say sistemləri. Amma bunların sınağın işləyərik. Sınağın işləyəndən sonra isə biraz da üzərindən mövzunu təkmilləşdirmək üçün sürətli şəkildə, şifahi şəkildə, yəni PDF-siz izah verərəm ya da PDF-in üzərindən. Amma mütləq bir bunun sınağını paylaşacağım sizinlə. Sizdən də xahişimiz nədən ibarətdir? Kanalımıza abunə olmaq, videonu bəyənmək, şərh yazmaq. Yəni sizdən heç nə istənilmir. Sağ olun, var olun.